İndiki zamanda, yaşadığımız zamanda tərk edilən sünnə əməllərindən biri də bilirsiniz hansıdır? Zilhiccə ayı daxil olanda Allahı zikr etməyi tərk etmək. Çox təəssüflər olsun ki, demək olar ki, indi müsəlmanlar arasında bu sünnə əməl edilmir. Tərk olunan sünnələrdən hesab edilir. Baxın, Allah subhanahu ve teala Kur'an'da deyir: وَيَذْكُرِ اسْمَ اللّٰهِ فِي اَيَّامٍ مَعْلُومَاتٍ. Məlum günlərdə Allahın adını zikr edin. Sahabə İbn Abbas radiyallahu anhuma deyir ki, ayədə qeyd olunan məlum günlər Zilhiccə ayının əvvəl 10 günüdür. Yəni Allah subhanahu ve teala deyir ki, Zilhiccə ayının əvvəl 10 günü Allahı çox zikr edin. Bu sünnə demək olar ki, indi qalmayıb. Çox təəssüflər olsun. Bu zikir, əziz qardaşlar, xüsusi zikirdir. Sünnədə varid olub, səhabələrdən varid olub. İstənilən vaxtı zöhrdə, əsrdə, məğribdə, mütləq şəkildə nə qədər istəsən və nə vaxt istəsən, Zilhiccə ayı daxil oldusa bayrama qədər, daxil olandan bayrama qədər bu zikir edilir. Sünnədir. Ona görə sahabələrdən varid olub. Hansı zikirdir? Söhbət hansı zikirdən gedir? Allahu Akbar, Allahu Akbar, La ilahe illallah, Allahu Akbar, Allahu Akbar, və lillahil hamd. Söhbət bu zikirdən gedir. Zilhiccə ayı daxil olandan bayrama qədər edilən zikir. Siz təsəvvür edin, sahabələrdən varid olub İbn Ömərdən, Əbu Hureyradan. Onlar bazara çıxardılar, gedərdilər bazara və bu təkbirləri, bu zikirləri edərdilər Zilhiccə ayında. Və insanlar da onlara baxardı, onlar da bu zikri edərdi. Yəni sahabələrin vaxtında Zilhiccə ayında bu zikirlər çox edilirdi. Sünnədə varid olub. Lakin çox təəssüflər olsun ki, indiki müsəlmanlar arasında demək olar ki, bu sünnə tərk edilib. Ona görə əziz qardaşım, Zilhiccə ayı daxil oldusa, olan gündən bayrama qədər mütləq şəkildə nə vaxt istəsən, günün hansı saatı istəsən, nə qədər istəsən bu zikri deyə bilərsən. Allahu Akbar, Allahu Akbar, La ilahe illallah, Allahu Akbar, Allahu Akbar, və lillahil hamd.